Axşamınız xeyir olsun uşaqlar. Demək bu video izahımızda biz 3-cü sınaq olan informasiya təhlükəsizliyi, veb proqramlaşdırma, yəni HTML, internet, kompüter şəbəkələr və kod və kodlaşdırmaya aid sual nümunələri işləmişdik sınaqda. Həmin sınağın izahına baxmış oluruq. Vaxt itirmədən birinci suala nəzər yetirək. Birinci sualda nə deyir? Bax 2 kilobayt, demək 2 kilobayt 28 bayt üstə gəlsin 133 bayt üstə gəlsin 800 bit. Biz bunu nə edirik? Baytla istəsə eləyə bilərik. Baxın, 2 kilobayt 28 baytı belə yazırıq. 2 kilobayt 1 kilobaytın 1024 baytdır. Onda 2 kilobaytın 2 vuraq 1024, yəni 2048 bayt eləyər. Üstə gələk 28 bayt, üstə gələk 133 baytla da elə olduğu kimi qalır. Hamısını bayta gətirmək istəyirəm. Üstə gələk 800 bitdir. Bayta gətirməkdən ötürü azdan çoxa gedirik. 8-ə bölürük, o da eləyir 100 bayt. İndi bunları toplayırıq. 2048-in üstünə 28 gəlirəm. Demək bir də üstünə 133-ü və nəyə gələm? 100-ü gəlmiş oluram. Bu da mənə 2309 bayt vermiş olur. Yəni cavabımız A variantı. Birinci sualda. İkinci suala keçid alaq. Görək ikinci sualda nə deyir? Deyir ki, HTML haqqında yanlış mülahizəni müəyyən eləyin. Şəkilə səhv istinad olarsa, ekranda alt atributunun daxilində yazılan mətn əks olunar. Bəli, bu doğrudur. Fonun rəngi bicolor atributu vasitəsilə verilir. Bəli, bu da doğrudur. Cədvəlin sərhədləri border atributu ilə çəkilir. Bəli, bu da doğrudur. Web browserin başlıq zolağındakı ad title tag ilə təyin olunur. Bəli, doğrudur. Sonra deyir, nişanlanmış siyahı formalaşdırmaqdan ötürü ol yox. Ol nömrələnmişdir. Nişanlanmış siyahı ul tag ilə göstərilir. Ul. Ona görə bizdən nə istəyirdi? Bizdən doğru olmayan, yanlış mülahizəni istəyirdi. Yanlış da ikinci sualda cavabımız E variantı olmuş oldu. Üçüncü suala diqqət edirik. Görək üçüncü sualda nə deyir? Deyir ki, mən sizə nə demişdim? Demişdim ki, əmd olanda, üçünün də kəsişməsi olanda nə edirik? Bax, birinci A-nı, B-ni, C-ni. Bax, bu hissəni bir toplayırıq. Bax, bu hissəni. Bir toplayırıq. Yerdə qalanlarını da bir toplayırıq. Böyükdən kiçiyə çıxırıq. İndi baxırıq. 300-ü, 400-ü, bir də 320-ni. Bax, 300, üstə gələk 400, bir də üstə gələk 320. Bu mənə nəyi verir? 300, 400, bir də 320. Bu mənə verir, demək, 700-ün də üstünə 320, 1020-ni. 1020-ni. Sonra indi bu hissəyə baxaq. Demək, bu hissəyə baxaq. Bu hansıdır? 100, üstə gələk 120, demək, üstə gələk 110, bir də üstə gələk 760. 760 bərabərdir. Bu demək mənə verir nəyi? 100, 120, 110, bir də 760. Bu mənə verdi 1090-ı. Böyük 1090-dır, düzdürmü? Aldığımda 1020 idi. 1090-dan çıxıram 1020-ni. Mənə nəyi verir? 70-i vermiş olur. Cavabımız nədir? D variantı olmuş oldu. Demək, belə kəsişmə olanda, əmd olanda, demək, bu üçündən qalanların cəmini, hər ikisini cəmləyirik, böyükdən kiçiyə çıxmış oluruq. Dördüncü suala diqqət edirik. Dördüncü sualda görək nə deyir? Demək, dördüncü sualda deyir ki, 10 megabayt çıxılsın 9 kilobayt. Bu da bərabərdir. 1 megabaytın biz bilirik ki, 1024 kilobayt. Onda 10 megabaytım 10 vurulsun 1024 çıxılsın 9 olur. Onu 1024'e vuranda olur 10.240 kilobaytdan çıxıram 9 kilobaytın. Bu mənə nəyə verir? Verir 10.240
231 kilobaytı. Cavab A variantı 4-cü sualdır. Sonra gəlirik 5-ci suala. 5-ci sualda deyir ki 243 bit nəyə bərabərdir? Biz bilirik ki, birinci nə gəlir? Demək, kiçikdən böyüyə bit, sonra gəlir bayt, sonra gəlir kilobayt, sonra gəlir megabayt, sonra gəlir gigabayt, sonra gəlir terabayt. Biz bilirik ki, bunların hər birinin arasındakı məsafə 210-dur. 210-dur. Bir dənə bitlə bayt arasındakı məsafə nədir? 203-dür, 8-dir. İndi 243-dən bitdən nəyə gedir? Demək, terabayta getmək istəyirəmsə, bax, azdan çoxa gedəndə bunlar arasındakı məsafə 200-dür, neçədir bu? Demək, 43-dür. 3, 4 dənə də burada 200-dür, neçə? 43. 243 nə? Bit. Demək, 243 bitim nəyə bərabər olacaq? Baxın, 1 terabayta. Bax, bununla bunun arasındakı məsafə nə olur? 1 terabayt. 1 terabayt. Yəni, cavabım nədir? D variantı olmuş oldu. 5-ci sualda cavabımız D variantıdır. 6-cı suala keçid alırıq. Görək 6-cı sualda nə deyir? Aha. Gəl, buranı silək. Aha, 6-cı sual. Görək 6-da nə deyir? Baxın, deyir ki, burada demək nədir? A var, B var, bir də C. Açar sözünə uyğun sorğular verilibdir. Baxın, hər üçünün kəsişməsi var 80. Demək, bunların üçü də kəsişibdir. Bax, bu A olsun. Sonra bu olsun B. Sonra bu da olsun C. İndi nə deyir? A nə qədərdir? 300-dür. Yazıram A bərabərdir 300. Sonra B'si 400-dür. Demək, B bərabərdir 400. C'si nə qədərdir? 300-dür. C'si də 300-dür. Deyir ki, A, B, C'nin kəsişməsi 80-dir. Sonra A ilə B-nin kəsişməsi 100-dür. Bax, A ilə B-nin kəsişməsi bax, bu hissədir. Bu hissədir. Əgər A ilə B-nin kəsişməsi 100-dürsə, 80-i buradadırsa, bura 20 düşür. Sonra A ilə C-nin kəsişməsi 110-dur. A ilə C-nin kəsişməsi buradır. Bura. A ilə C-nin kəsişməsi bura. A ilə C-nin kəsişməsi, əgər məndə A ilə C-nin kəsişməsi 110-dursa, 80-i buradadırsa, onda bura 30-dur. Düzdür. Sonra B ilə C-nin kəsişməsi görək varmı? Bəli, var. 120-dir. Əgər bura B ilə C-nin kəsişməsi bu hissədir. Baxın, bu hissədir. Əgər bura 120-dirsə, 80-i buradadırsa, onda bura 40-dır. 40-dır. Baxın, onda bura 400-dürsə, 80, 20, bu hissəni tapmaqdan ötürü B-ni. Onda 400-dən çıxmalıyam həm 20-ni, həm 80-i, həm də 40-ı. Bura nə qalır? 260. Sonra burada 300-dən çıxmalıyam. 80 ilə 20-nin cəmi 100, 100-ün də üstünə 30 gələndə 130. 80-dən 130-un çıxanda burada qaldı 170-i. Bura baxıram. S neçədir? 300-dür. 300-dən çıxıram. 30 ilə 80, 110. 110-un üstünə 40 gələndə 150. 300-dən də 150-sini çıxanda burada qalır 150. İndi məndən nəyi soruşurdu? Mənə deyir ki, üçünün də birləşməsin. Üçünün də birləşməsi bunların içinin cəminə bərabərdir. Yazıram belə. Demək, 170 üstə gəlsin. Demək,
260 üstə gəlsin 150 üstə gəlsin 30 80 40 bir də 20. Bunların hamısının cəmi bir yerdə mənə verir 750-ni. 750. Bax 30 80 40 20 170 260 bir də 150. Bəli, elədi 750. 750 cavab elədi C variantı. İndi 7-ci suala keçid alırıq. Görək 7-də nə deyir? Deyir, Ethernet şəbəkəsi haqqında uyğunluğu müəyyən eləyin. Baxaq görək. Topologiya olaraq, demək topologiya olaraq bizə şin topologiyası lazımdır. 1-ə getdi C. Sonra erişim metodu nədir? Erişim metodu cisimə CD-dir. 2-yə getdi B. Sonra ötürülmə sürəti nədir? Demək, burada ötürülmə sürəti də 10 megabit saniyə qədərdir. E variantı. Demək, CBE oldu A variantı. 7-ci sualda cavabımız nə oldu? A variantı olmuş oldu. Bu da belə. Sonra gəlirik növbəti suala, 8-ci suala. 8-ci sualda nə deyir? Deyir ki, ASCII sistemində kodlaşdırılmış 32 səhifəli sənədin hər səhifəsində 64 sətr və hər sətrində 32 simvol var. Sənədin səhifələri birdən başlayaraq nömrələndiyini nəzərə alaraq, onun informasiya həcminin neçə bayt olduğunu müəyyən edin. Baxın. Burada demək biz nədir? Sizi çaşdıran sənədin birdən başlayaraq nömrələnməyi olub. Sənədi normal qaydada birinci həcmin tapaq. Həcmin tapanda nə edirik? Demək ASCII standartında kodlaşdırılıbdır. Düzdürmü? ASCII-də kodlaşdırılıb. Ona görə həcmi mən 1-ə vururam. 1 bayt vurulsun. 32 səhifədir. Vuraq 32. Vuraq. Demək 64 sətr var. 64 satır var. Eyni zamanda demək 32 dənə də simvol var. 32 dənə də simvol var. Demək bunu bir-birinə vuranda mənə 2 üstü 5, 2 üstü 5 10, 2 üstü 6, 2 üstü 16. Yəni bu 65536 nə eləyir? Bayt eləyir. Aha, bu belə. İndi nə deyir? Deyir ki, sənəd birdən başlayaraq nömrələnib. Sənəd birdən başlayaraq nömrələnibsə, ümumiyyətlə 32 dənə səhifəm var mənim, düzdürmü? 32 dənə səhifəm var və sənəd birdən başlayaraq nömrələnib. 32 səhifədə mən bilirəm ki, mənim səhifələrim rəqəmdən 32 özü 2 rəqəmli ədəddir. Bunun 9 dənəsi bir rəqəmli ədəddir. Qalan 32-dən 10-a qədər nədir? 2 rəqəmli ədəddir. Onda mən bunun o tək rəqəmlərin bir də cüt rəqəmlərin ayrı-ayrılıqda belə rəqəmlərin və ədədlərin ayrı-ayrılıqda hesablamalıyam. Bax 32 özü 9-dan 9 çıxaq 1 üstə gələk 1. 9 dənə səhifəm mənim nədir? 9 dənə səhifəm və eyni zamanda 9-dan 1-ə qədər. Rəqəmlərim nə qədərdir? 9 çıxaq 1 üstə gələk 1. 9 dənə rəqəmim var. 9 özü bir dənə simvoldur. Vururam bir simvol, olur 9 simvol. Və ASCII-də kodlaşdırıldığına görə 1 bayta da vururam. Bu mənə verir neçə? 9 bayt. Demək, 9 dənə səhifəm var. 9 dənə səhifəm demək, hər bir səhifəm demək bir dənə 9 dənə səhifəmdir. 9 özü bir dənə rəqəmi ifadə eləyir. Bir rəqəmli ədəd olduğuna görə bir simvoldur. 1 bayta vururam. O da eləyir 9 bayt. İndi 32 rəqəmli ədədə baxaq. 32-dən çıxıram onun üzərinə 1 gəlirəm. Cüt rəqəmlərinə baxıram. 32-dən onun çıxıram. Qalır neçəsi? 22. 22-nin də üstünə 1 gələndə 23 eləyir. Düzdürmü? 23. 23 özü neçə rəqəmli ədəddir? 2 rəqəmli ədəddir. Ona görə bura 2 dənə simvol var. Eləyir 23-ü 2-yə vuranda neçə eləyir? 46. 46 dənə simvolum var. ASCII-də bir simvolum 1 baytdır. Ona görə 1 bayta vuranda da məni elə 46 bayt eləmiş olur. 9 simvolda 9 dənə səhifəm var. 9 səhifənin hər bir səhifəsi 1 baytdan, bir simvoldan hesablananda 9 dənəsi 9
dənə simvolum var. Hər bir simvol 1 baytdan hesablananda 9 bayt bu elədir. 46 bayt da bu elədir. İndi qayıdıb hər üçündə toplayırıq. Bax, hər üçündə toplayırıq. Yəni 65536-nı da, 9-u da, 46-nı da. Yəni 65536-nı da, 9-u da və eyni zamanda 46 baytı da. Toplayanda bu mənə nə verir? 65591 bayt. Demək, mən nə elədim? Cavab 65591 bayt elədi. Demək, mən nə elədim? 32 səhifədir. Hər səhifədə 64 sətirdir. Hər sətirdə də 32 simvol var. Mən bunu normal qayda ilə, yəni H bərabərdir. Səhifə vurulsun, demək, sətir vurulsun, simvol sayı, bir də vurulsun əlifbanın 1 baytına. Vurdum, bunu hesabladım. Bunun cavabını elə aldım 65536. Burada deyir ki, səhifə 1-dən başlayıb nömrələnib. Mənim neçə dənə səhifəm var? 32 dənə səhifəm var. 32 səhifəm 1, 32 dənə səhifəm 1, bir rəqəmli ədədlərdən ibarətdir 9 dənə. Bir də 2 rəqəmlilərdən ibarətdir. 2 rəqəmli neçədən başlayır? 10-dan. Ondan başlayır düz 32-nin özünə kimi. Ona görə 32-dən 10-un çıxdım. Qaldı 22-si. 22-nin də üstünə 1 gələndə 23 elədi. 23 dənə, bax 23-ün yazılışında neçə dənə simvol var? 2 dənə. Ona görə 2-yə vurdum. Bu 46 dənə simvol elədi. ASCII-də kodlaşdırdığına görə də 1 bayta vurdum. Bu da 46 bayt elədi. Bax burada 9 özü neçə dənə simvoldur? 1 dənə simvoldur. 1 simvola vurdum, 9 simvol elədi. ASCII sistemində kodlaşdırdığına görə 1 simvolda 1 baytdır. 9 simvolda 1 bayta vuranda 9 bayta bu elədi. Ümumi hesabladığımın üstünə də həm 9-u, həm 46-nı gəldim. Elədi 65591. Yəni A variantı. Ümid eləyirəm aydındır. Gəlir 9-cu suala. Görək 9-cu sualda nə deyir? Buralar silək. Doqquzuncu sualda deyir ki, demək, 9-cu sualda deyir ki, 256 səhifəli sənədin hər səhifəsində 64 simvol və 2 kilobayt həcmində qraf təsvir var. Aha. Demək, 256 səhifəli sənədim var. 256 səhifəlik mənim sənədim var. Hər səhifəsində həm 2 kilobaytlıq şəkil var, həm də mənim mətnim var. Bax, mətnim nədən ibarətdir? 64 simvoldan ibarətdir. Və eyni zamanda 1024 simvollu əlifba ilə kodlaşdırılıb. Bu bunun böyük yenidir. İ'si nəyə bərabərdir? 10 bitə. 10 bitə. Vururam 10 bitə və eyni zamanda heç nə. İndi burada nə deyir? Deyir ki, sənədin ümumi həcmi neçə kilobayt olar? Əvvəl bunu tapıram. Yazıram şəkil. Şəkil informasiyamın həcmi bərabərdir. Baxın. Yazıram. Demək, şəkil informasiyasının həcmi bərabərdir. 256 səhifəm var. Hər səhifədə də 2 kilobayt həcmində şəklim var. Mənim 512 kilobayt həcmində nəyim var? Şəklim var. Bu mənim şəklim. Sonra deyir ki, mənim 256 səhifəm var. 256 səhifəni həm şəkildə işlədib bu, həm də mətndə işlədib. İndi mətn informasiyamın həcmi də bərabərdir. 256 səhifəmi vururam nəyə? Vururam 10 bitə. Demək, 1024 simvollu əlifba ilə kodlaşdırıb. 10 bitə vururam və eyni zamanda mənim hər səhifəmdə də 64 dənə simvolum var. 64 dənə simvolum var və eyni zamanda 64-ə vururam. 64-ə vururam. Aldığım cavabı bitlə alasıyam. Bitlə.
Bunu həm 8-ə bölüb bayta çevirirəm, həm də 1024-ə bölüb, yəni bütövlükdə 213-ə bölmüş olam da, düzdürmü? Həm 8-ə, həm də 1024-ə bölüb bunu nəyə çevirirəm? Kilobayta çevirirəm. Niyə? Şəklim də kilobaytlandır. Bu mənə nə ilə verir? Bu mənə 20 kilobayt verir. İndi sənədimin ümumi həcmi nəyə bərabərdir? Mən həm şəkli, həm də mətn informasiyamın həcmini toplayaram ki, sənədin ümumi həcmin versin. Yazıram H ümumi bərabərdir. Şəkil informasiyamın həcmi, H şəkil, üzərinə gələm H mətn informasiyamın həcmin bərabərdir. Demək, şəkil informasiyamın həcmi 512 kilobaytdır. Mətn informasiyamın həcmi də 20 kilobaytdır. Mən bunları toplayanda demək mənə nə verir? 0, 2, 532 kilobaytı. 532 kilobayt. Yəni cavab D variantı. Ümid eləyirəm aydındır. Keçirik 10-cu suala. Görək 10-cu sualda nə deyir? Deyir ki, sənədin hər səhifəsində 32 sətr və hər sətrində orta hesabla 256 simvol var. Unicode sistemində kodlaşdırılmış mətn 1024 səhifədən ibarətdir. Bu mətnin informasiya həcmi neçə kilobaytdır? Heç nə H-ı tapmalıyam. H-ı tapmaq üçün qalan hər bir şey məndə var. Onların hamısını bir-birinə vurmuş oluram. Gəlin, bax 10-cu demək sualdan söhbət gedir. Neynirəm? Demək 32 sətrim var. Yazıram 2 üstü 5 vurulsun. Hər sətirdə orta hesabla 256 simvol var. Vurulsun 2 üstü 8 vuraq. Unicode sistemində kodlaşdırdığına görə mən 2 bayta vururam. Bir də vuraq. Və 1024 səhifədən ibarətdir. Vuraq 2 üstü 10-a. Aldığım cavab baytdan olasıdır. Amma məndən kilobaytdan istədiyinə görə mən neynirəm? 210-a bölürəm. Bax, 210-lar ixtisar getdi. 8, 5, 13, 13-ün üstünə 1 gələndə neçə elədi? 2 üstü demək 14. 2 üstü 14 nə? 2 üstü 14 demək kilobayt. 214 kilobayt, yəni cavab A variantı. Bu da belə. Bu neçənci sual idi? 10-cu sual. Keçirik, demək 11-ci sualı. ASCII əlifbası ilə kodlaşdırılmış 2 səhifəli mətn informasiyasının həcmi 258 baytdır. Birinci səhifədəki informasiyanın həcmi ikincidən 2 dəfə çoxdur. Birinci səhifədə ümumi neçə simvol var? Gəlin, baxaq, vaxt itirmədən. Baxırıq, demək, ASCII əlifbası ilə kodlaşdırılmış 2 səhifəlik mətn informasiyam var. Mənim 2 dənə səhifəm var. Bu birinci səhifəmdir. Bu da mənim ikinci səhifəmdir. Nə deyir? Deyir ki, ASCII ilə kodlaşdırılıb 2 səhifəm var və mətn informasiyamın həcmi 258 nə var? 258 baytdır. Bərabərdir. Hər ikisinin həcmi 258 bayt. Lap yaxşı. İndi deyir ki, birinci səhifədəki informasiyanın həcmi bu birincidir. Bax, bu da ikinci səhifəmdir. Deyir, birinci səhifədəki informasiyanın həcmi ikincidən 2 dəfə çoxdur. Demək, ikinci x-imiz ki, birinci də 2x olub. Cəmi də 258-dir, düzdür? Mən toplayıram, yazıram ki, demək, 2x, üstə gələ x, bərabərdir 258 bayta. 3x bərabərdir 258 bayta. Demək, x də bərabərdir 258-i 3-ə böləndə mənə 86 baytı verir. Bax, birinci səhifədə demək, x-i tapdım 86 bayt. İkinci səhifədə. Birinci səhifədə isə x-in yerinə 86 qoyuram. 2 dəfə 86-ın nə eləyir? Mənə nə verir? 172 bayt. Aha. İndi mənə nə deyir? Deyir ki, birinci səhifədə ümumi neçə simvol var? Birinci səhifədə. Bax, ASCII ilə kodlaşdırılıb. Yazıram ki, bir simvolum ASCII-yə görə 1 bayt. Birinci səhifədəkini soruşur. Deyirəm, yaxşı, bəs onda 172 baytım neçə simvoldur? Yazıram, x bərabərdir 172 vuraq 1 bölünsün 1-ə. Bu da elədi 172 simvol. Ümid eləyirəm aydındır. E variantı. Keçirik, demək,
12-ci suala. Görək 12-ci sualda nə deyir? Deyir ki, müəssisənin işçiləri haqqında ümumi məlumat 16 megabaytdır. Hər bir işçi haqqında məlumat 8 səhifəlikdir. Hər səhifədə 32 sətirdən və hər sətirdə orta hesabla 64 simvol olduğunu bilərək müəssisədə neçə əməkdaş işləyir? ASCII sistemində tapmalıyıq. Baxın, gəlin bir işçi haqqında məlumatı hesablayaq. Bir işçi haqqında məlumat 8 səhifədir və hər səhifədə 32 sətir var və hər sətirdə orta hesabla 64 simvol olduğunu bilərək. Yazıram bir işçi haqqında məlumat. Bir işçi. Bir işçi haqqında məlumata baxaq. Bərabərdir. Demək, 8 səhifədir 2/3 vuraq. Demək, 32 sətirdir 2/5 vuraq. Və hər sətirdə orta hesabla 64 simvol var. Vuraq 2/6. 2/6. Bu da mənə verir 2/3, 2/5, 2/6. Bu ümumilikdə 2/14'dür. Düzdürmü? Bir də vuraq 1 bayt. 2/14. 2/14 bayt. Mən bunu 2/10'a bölsəm, 2/4, yəni 16 kilobayt eləyər. Bu belə. Bir işçi haqqında məlumat 16 kilobaytdır. Ümumi işçi haqqında məlumat 16 megabaytdır. Düzdürmü? Yazıram ki, bir işçi haqqında məlumat 16 kilobaytsa, yaxşı, ümumi işçi haqqında məlumat 16 megabaytın. Bax, burada deyir ki, müəssisənin işçiləri haqqında ümumi məlumat 16 megabaytdır. İndi məndən deyir ki, müəssisədə neçə əməkdaş işləyir? Bir işçi 16 megabaytsa, 16 megabayta neçə işçi işləyər ümumi? Ümumi işçilərin sayısını soruşur. Onda yazıram ümumi işçilərin sayı, işçi sayı bərabərdir. 16 megabaytı 2/10'a vuraram, kilobayta çevirərəm. Düzdürmü? Kilobayta çevirərəm. Yazaram 16 vuraq 2/10 kilobaytla olsun. Bölünsün 16 kilobayta. Kilobaytlar ixtisar getdi. Demək 16'lar da ixtisar getdi. Qaldı 2/10. Yəni 1024 dənə ümumi işçi var imiş. Ümumi demək müəssisədə neçə əməkdaş işləyirmiş? 1024 dənə əməkdaş işləyirmiş. Ona görə 12-də cavabımız nədir? E variantıdır. İndi keçirik 13-cü suala. Məlumat 32 simvollu əlifba standartı ilə kodlaşdırılmışdır. Bu məlumat 4096 simvollu əlifba standartına keçirilən zaman həcmi 7 kilobayt artmışdır. Məlumat neçə simvoldan ibarət olduğunu müəyyən eləyir. Baxın indi. 32 simvollu əlifbada bir simvolun 5 bitdir. Düzdürmü? 4096 simvollu əlifbada da bir simvolun 12 bitdi. Nə qədər artıb? Nə qədər artıb? 7 bit artıb da, düzdürmü? 7 bit. İndi belə deyirəm. Deyirəm ki, simvol sayı 5 bitdən simvol sayı demək 12 bita keçəndə həcm 7 kilobayt artıbdır. Düzdürmü? Onda belə yazıram. 12-dən 5-in çıxan neçəsi qalır? Simvol sayı vurulsun 7 bitə bərabərdir 7 kilobayta. 7 kilobaytda bitə bölmək olmaz deyə 213'ə vururam. Bu da bitlə aldım. Düzdürmü? Bunu da bitlə aldım. Bax, 7'lər ixtisar gedir. Bitlər də ixtisar gedir. Demək 213 qalır. Simvol sayı bərabərdir 213'ə. 213'ə. Məndən nəyə soruşurdu? Neçə simvoldan ibarət olduğunu soruşur. Elə 213. C variantı 13'də. Sonra 14-cü suala keçid alaq. Deyir ki, mətn informasiyasının həcmi 320 kilobaytdır.
320 kilobayt. Mətnin hər səhifəsində orta hesabla 32 sətr və hər sətrində 64 simvol var. Mətndə neçə səhifə var? Baxın, ümumi həcm, bax 14 nömrəli çalışmadan söhbət gedir. Ümumi həcmi nə qədərdir? 320 kilobaytdır. Aha, bu belə. Mətnin hər səhifəsində orta hesabla 32 sətr, bax, sətr veribdir, 64 simvol var. Mətnin neçə səhifədən ibarətdir? Səhifə sayını bilmirəm, vurulsun, ASCII standartı ilə kodlaşdırılıb 1 bayt, bir də vurulsun, 32 sətrim var, 2/5, bir də vurulsun, 64 simvolum var, 2/6. Bərabərdir 320 kilobayt. Bunu da 2/10-a vuraram ki, bayta gətirim. Niyə? Çünki sol tərəf baytlandır ASCII-yə görə. 320 vurulsun 2/10. Baxın, indi belə eləyirəm. Yazıram səhifə sayı bərabərdir 320 vurulsun 2/10-u bölürəm neçəyə? 2/5-ə və 2/6-ya. 5 ilə 6 11 eləyir. Düzdürmü? 2/10-dan bax bunlar getdi. 320 bölünsün 2 qaldı. Bu deyirlər 160 səhifə. 160 səhifə yəni B variantı 14-cü sualda. Keçid alırıq 15-ci suala. Demək, 15-ci suala keçid alırıq. Deyir ki, 20 kilobayt həcmə malik mətn informasiyanın hər bir səhifəsində 64 simvol olmaqla 40 sətirdən ibarətdir. Mətn neçə səhifədən ibarət olduğunu müəyyən edin. ASCII standartı ilə kodlaşdırılıbdır. Heç nə, mətn neçə səhifədən ibarətdir bilmirəm. Yazıram belə 15-ci sual. Səhifə sayını bilmirəm. Vurulsun, standartın 1 baytı, ASCII-yə görə 1 baytdır. Vuraq 1 bayt, vuraq, demək 40 sətirdən ibarətdir. Vuraq 40, vuraq, 64 demək nəyə bərabərdir? 64 simvol var və bərabərdir 20 kilobayt. Ümumi 20 kilobaytdır. Vururam 2/12 bayta çevirim. Niyə? Bu tərəf baytlandır. Bu belə. Yazıram səhifə sayı bərabərdir. 20 vurulsun 2/10. Bölünsün nəyə? Həm 40-a, həm 64-ə, həm də 1 bayta. Həm 40-a, həm də 64-ə, 2/6-ya. Bax, 40 ilə 20 ixtisar getdi, bura qaldı 2. 2/7. 2/1, bu da 2/6, 2/7. 2/10-u 2/7-yə böləndə qalır 2/3. Yəni nə? 8. 8 dənə səhifə. Demək, 15-ci sualda cavabımız nə oldu? C variantı. 16-cı suala keçid alırıq. Görək 16-cı sualda nə deyir? Deyir ki, 2.5 kilobayt məlumat H bərabərdir. Bax, 16-cı sual. H bərabərdir 2.5 kilobayt həcmə malik olan 4096 simvoldan ibarət. 4096 simvollu demir ha. 4096 simvollu deseydi, i'sin 12 bit götürərdin. Burada 4096 simvol deyir. SS-mi deyir burada. Mənim SS-im nə qədərdir? SS-im 4096-dır. 4096 yəni 212-dir. Burada əlifbanın gücünü böyük yeni də istəyir. Mən əvvəl i'ni tapmalıyam. İ'ni tapmalıyam mən əvvəl. Mənim düsturum necə idi? H bərabərdir simvolların sayı vurulsun əlifbanın ibiti. Bu düsturdan eləyirəm. İndi simvol sayım nə qədərdir mənim? 212
vurulsun əlifbanın i biti bərabərdir 2.5 kilobaytdır. Bunu da i-yə gətirməkdən ötürü 2.5-i 213-ə vururam. Bitə gətirməkdən ötürü. Yazıram 2.5 vurulsun 213. İndi i bit bərabərdir 2.5 vurulsun 213 bölünsün 212-yə. 213-ü 212-yə böləndə 2 qalır. 2.5-i də 2-yə vuranda eləyir 5. Mənim i-im 5 bitdi. Ona mən böyük yen tapmalıyam axı. Böyük yen nəyə bərabərdir? 2 üstü balaca i-yə. Böyük yen bərabərdir 2 üstü 5-ə. i-nin qiyməti 5-dir. O da bərabərdir 32-yə. Yəni cavab A variantı. 16-cı sualda. 17-ci suala keçid alırıq. Elektron sayğac Unicode əlifbasında olan informasiyanı 16 simvollu əlifbaya çevirmiş. Daha sonra məlumatın 50%-ni sildikdən sonra onun informasiya həcmi 40 bayt olmuşdur. Məlumatın ilkin informasiya həcmi neçə bayt olar? Mən sizə demişəm ki, bu cür məsələləri həll eləyəndə aşağıdan yuxarı gedin. Baxın, sonda 40 bayt olub. Necə olub 40 bayt olub? 50% siləndən sonra 40 bayt olubdur. 50% həcmi yarısı deməkdir. Yarısını silib 40 bayt olubsa, bax, məlumatın yarısını silib 40 bayt olub. Demək, məlumat özü nə qədər imiş? 80 bayt imiş. Düzdürmü? İndi sonra, bax, daha sonra məlumat 50% azalmışdı. Bunu tapdıq. İndi deyir ki, Unicode əlifbasından, Unicode'da bir simvol 16 bit olur. Düzdürmü? Unicode əlifbasından 16 simvollu əlifbada da bir simvol 4 bitdə olur. Düzdür? Unicode əlifbasından 16 bitdən 4 bitə yenib. 16 bitdən 4 bitə yenibsə, bu neçə dəfə azalıb? Bax, 16-dan 4-ə yenib. Neçə dəfə azalıb? 4 dəfə azalıb da, düzdürmü? Bu məlumat nə qədər imiş ki, onu 4 dəfə azaldıb 80 bayt qalıb. Onda h bərabərdir nəyə? 80-i 4-ə vururam, 320 bayt eləyir. Ümid eləyirəm aydındır. Yəni cavab B variantı. Baxın, yenə üstündən gedirəm. Bax, burada nə deyir? Baxın, məlumat ən axırda 40 bayt olubdur. Amma 50%, yəni yarısını silib 40 bayt olub. Qabaq nə qədər imiş? Yarısını silib 40 bayt olubsa, ona məlumat özü qabaq 80 bayt imiş. Düzdürmü? Sonra deyir ki, bundan əvvəl, Unicode əlifbasında məlumat 16 bit olur. Düzdürmü? Unicode əlifbasından 16 simvollu əlifbaya keçib. 16 simvollu əlifbada da 4 bitə düşüb. Düzdürmü? Bir simvol 4 bitdir. 16-dan 4-ə yenibsə, bu 4 dəfə azalıb 80 olub da, düzdürmü? 4 dəfə azaltmışam həcmi. 80 bayt olub. Onda həcmim elə nə qədər imiş? 80-i 4-ə vuranda 320 bayt imiş. Ümid eləyirəm aydındır. Demək, 17-ci sualda cavabımız nə oldu? B variantı olmuş oldu. 18-ci suala keçid alaq. Görək 18-ci sualda nə deyir? Demək, 256 səhifəli sənədin hər səhifəsində 64 simvol və 2 kilobayt həcmində qrafik təsvir var. Bu sənədin simvolları 1024 simvollu minimal əlifba standartı ilə kodlaşdırılarsa, onun informasiya həcmi neçə kilobayt olar? Baxın, mənim 256 səhifəm var. 256 səhifəmin hər səhifəsində 2 kilobayt həcmində şəklim var. Və eyni zamanda yenə 256 səhifəmin hər səhifəsində 64 simvol var. Və eyni zamanda 1024 simvollu əlifba ilə kodlaşdırılıbsa, bu bunun böyük yenidir. Balaca i'si 10 bitdir. Və heç nə. Deyir ki, ümumi informasiyanın həcmini tapaq. Burada həm şəkil var. Bax, bu hissə şəkildir. Bu hissədə mətndir. İndi bunun həcmini tapmalıyıq biz.
Düzdür? Baxın indi. Yazıram belə. Mən birinci şəkil informasiyamı tapıram. H şəkil. Bərabərdir. 256 səhifəm var. 256 səhifəmin hər səhifəsində 2 kilobayt həcmində şəkilim varsa, onda 256-nı 2-yə vururam, eləyir 512 nə? Kilobayt qrafik informasiyamın həcmi, yəni şəklin həcmi. Düzdür? İndi mətni tapıram. Yazıram H mətin bərabərdir. Yenə 256 səhifəmdir. Çünki 256 səhifənin hər səhifəsində 64 simvoldur, 1024 simvollu əlifbadır, bu mətnə aiddir. Hər səhifəsində 2 kilobayt həcmində şəkil varsa, bu da qrafikə aiddir. İndi qrafiki tapmışam, 512 kilobaytdır. İndi mətni tapıram. Yenə 256 səhifənin hər səhifəsində mətn həm də şəkil var axı. Şəkili tapdım, indi mətni tapıram. 256 səhifədir. Vuraq. 64 simvoldur. Bir də vuraq. 1024 simvollu əlifbada da 10 bitə vururam. Və aldığımı həm 8-ə bölüb bayta çevirirəm, həm də 1024-ə bölüb kilobayta çevirmiş oluram. Düzdürmü? Ümumilikdə 213-ə bölürəm, deyilə bil. Bu deyir 20 kilobayt. İndi məndən ümumi, informasiyanın ümumi həcmini soruşur. Yəni, şəkil informasiyamın həcmi, yəni qrafik informasiyamın həcminin üzərinə mətn informasiyamın həcmin gələndə, mən ümumi informasiyanın həcmini eləmiş olur. 512 kilobayt qrafikdir. 20 kilobayt da mətindir. Bunları toplayanda nə eləyir? 532 kilobayt ümumi həcm verir. Yəni, D variantı 18-də. Keçirəm 19-cu suala. Deyir, 1 GB həcmə malik informasiyanın 1/4 hissəsi silinib, 50% sıxıldıqdan sonra 8 MB sürətlə ən azı neçə saniyə göndərmək olar? Məndən T-ni soruşur. Baxın, baxıram ki, mənim sürətim megabitdir. Ona görə həcmimi də megabayta çevirirəm. Mənim həcmim nə qədərdir? Bax, H-ım 1 GB-dır. 1 GB-dır. Deyir, 1/4 hissəsi silinib və 50% sıxılıbdır. Mən 1 GB əvvəl megabitə çevirərəm. 1 GB-ın neçə megabitdir? Neçə megabitdir? Baxın. Bunun üçün gigadan megaya gələrəm, baytdan da bitə gələrəm. 1 GB-ın neçə megabaytı? 1024, 210. Bəs 1 baytın necə bitdi? 203. Ümumilikdə nə qədər elədi? 213 megabit. 213 nə? Megabit. Bu mənim nəyimdir? Demək, həcmimdir. Həcmimdir. Sürətim nə qədərdir? 8 megabitdir. Düzdür? Demək, buradan qoy səlqəli yazım 19-u. Demək, mənim H-ım H bərabərdir. 1 gigabiti çevirdim. Demək, 1 gigabaytı çevirdim megabitə. Bu elədi mənim üçün neçə? 213 megabit. 213 megabitdir. Bu 8192 megabit deməkdir. Elədirmi? 8192 megabitdir. Deyir ki, bunun demək 1/4 hissəsi silinib. Yəni 8192 megabitdən mən çıxmışam 8192 megabitin 1/4. Bu 8192'nin 1/4'i 2048 eləyir. 8192'dən də 2048'in çıxanda mənə 6144 megabiti verir. Aha. Deyir ki, bunun yarısı da silinib, 50% silinib. 6144'ü 50% silmək, yarıya bölmək deməkdir. Bu da mənə verir 3072 megabiti. Aha, indi artıq mənim həcmim məlumdur. H-ım nəyə bərabərdir? 3072 megabitə. Sürətim nəyə bərabərdir? 8 megabit saniyə.
Zamanımı tapa bilərəm. T bərabərdir H, yəni 3072 megabiti bölürəm 8 megabit bölünsün saniyə. Demək, megabitlər ixtisar gedir. Saniyə yuxarı qalxır. Bu 3 vuraq 2 üstü 10 deməkdir. 3 vuraq 2 üstü 10'u 2 üstü 3'e böləndə 384 saniyə eləmiş olur. (384 saniyə). Yəni cavab E variantı. Demək, gəlir 20-ci suala. Görə 20-də nə deyir? Deyir ki, məlumat üzərində bir neçə əməliyyatlar yerinə yetirilmişdir. İlkin olaraq ASCII əlifbasından 16 simvollu minimal əlifbaya çevrilmiş, sonra yarısı silinmiş, ən sonda 20% arxivləşdirilmişdir. Əməliyyatlardan sonra məlumatın informasiya həcmi 20 bayt olduğunu məlumdursa, onun ilkin informasiya həcmi neçə bit olmuşdur? Əvvəl axırdan əvvələ gedək. Ən axırda 20 bayt olub. Necə olub ki 20 bayt qalıb? 20% arxivləşdirib 20 bayt qalıb da, düzdürmü? Onda nə edirəm? Yazıram x çıxılsın. 20% arxivləşdiribsə, x-dan çıxıram %20x-i bərabər olur nə? 20 bayta. Onda burada nə qalır? Demək 80. X bərabər 20 bayta. X də bərabərdir 20 bölünsün %80 vurulsun 80'də 100 deməkdir. 80'də demək nə deməkdir? 100 deməkdir. Bu da 20 ilə 80 ixtisar gedir. Burada qalır 4. 100'ü də 4'ə böləndə qalır 25. 25 nə? Bayt. İndi bax bura qədər də elədim. Bax ya ən son deyir 20% arxivləşdirilibdir. Arxivləşdirdim 25 bayt qaldı. Deyir yarısı silinib 25 bayt qalıb. Məlumatın yarısı silinib 25 megabayt qalıbsa, 25 megabayt yox, 25 bayt qalıbsa onda H 50 bayt imiş. Düzdürmü? 50 bayt imiş. Və eyni zamanda demək ASCII standartından 16 simvollu standarta keçib. ASCII-dən nəyə keçib? ASCII-dən keçib demək 16 simvollu əlifbaya. ASCII-də bir simvolum 8 bitdir. 16 simvollu əlifbada bir simvolum 4 bitdir. 8-dən 4'ə yenib. Nə qədər azalıb? 2 dəfə azalıb. Onda 2 dəfə azalıb 50 bayt olubsa, onda H-ım qabaq nə imiş? 100 bayt imiş. Məndən nə qədər soruşur? Baxın, 100 bayt imiş. Məndən ilkin həcmi soruşur 100 baytdır, amma bitlə soruşur. 100 baytın, 1 baytın mən bilirəm ki 8 bitdir. Onda mənim 100 baytım da bərabərdir 100 vuraq 8. Yəni 800 bitə. 800 bitə. Yəni cavab nə? D variantı. Keçirik 21-ci suala. Görə 21-də nə deyir? 21-ci sualı bir dəfə 21-ci sual haqqında məlumatımız olmalıydı. Çünki 21-ci sualı bundan əvvəlki sınağa da salmışdım. Təmizləyim buraları. Çünki
Yazılası məsələlərimiz var hələ. Görək 21-də nə deyir? Deyir ki, rabitə kanalı üzərində 4 dəqiqə fasiləsiz olaraq məlumatlar ötürülür. 4 dəqiqə fasiləsiz olaraq məlumatlar ötürülür. Rabitə kanalının bütün vaxtının birinci yarısında məlumatın ötürülmə sürəti 117 kilobit saniyə, ikinci yarısında isə 3 dəfə daha azdır. Kanalın fəaliyyəti zamanı neçə kilobayt məlumat ötürülür? Baxın indi. Ümumi demək 4 dəqiqə fasiləsiz olaraq məlumat ötürülür. Gəlin bunu baxıram ki, saniyə iləndir. 4 dəqiqəni saniyə çevirirəm. Demək 4 dəqiqəni saniyə çevirəndə mənə nə verir? 1 dəqiqən 60 saniyədir. 4 dəqiqən olur 4 dəfə 60-ın 240 saniyə. Bu belə. Burada nə deyir? Deyir ki, demək, rabitə kanalın bütün vaxtının birinci yarısında 240 saniyədirsə, bunun birinci yarısı 120 saniyə düşür. Qalan vaxtı da yenə 120 saniyə düşmüş olur. Düzdürmü? İndi belə deyirik. Deyir 117 kilobit saniyədə, ikinci yarısında isə 3 dəfə daha az. 3 dəfə daha az deyirsə, 117 demək kilobit saniyəni 2-yə böləndə mənə verir 39 kilobit saniyəni. Bu belə. İndi gəlin məsələmizə geri dönək. Deyir ki, rabitə kanalın bütün vaxtının birinci yarısında, yəni 120 saniyədə məlumatın ötürülmə sürəti bu qədər olub. 117 kilobit saniyə. Sürəti, zamanı vurdum sürətə. Düzdürmü? İkinci yarısında isə üstə gələk. İkinci yarısında isə 3 dəfə daha az. İkinci yarısı qalan 120 saniyədir. 3 dəfə daha az deyəndə mən 117-ni 2-yə yox, burada 3-ə böldüm. İkinci yarısında isə 3 dəfə daha az. 117-ni 3-ə bölürəm. 2-yə yox, 3-ə. Bir dəqiqə. Fikrimdə 3-ə bölmüşəm, burada 2 yazmışam. Eləyir 39. Məlumatın ikinci yarısında isə 3 dəfə daha az, yəni 39 kilobit saniyə ilə neyinir? Demək, ötürülür məlumat. Düzdürmü? Ötürülür. İndi nə deyir mənə? Deyir, məlumatın ümumi həcmini tap. Haşı tapmalıyam? Heç nə. Bərabər qoyuram. Bax, burada saniyələr gedir. Burada da saniyələr gedir. 120-ni 117-yə vuranda 1440 eləyir. 14040 eləyir. 14040 kilobit üstə gəlsin. Demək, 120-ni də 39-a vuranda mənə verdiyi 4680 kilobit. Bərabərdir. Bunlar toplayanda mənə verir, demək, 18720 kilobit. Bunu da həm 8-ə böləndə kilobitdən kilobayta çevirmək istəyirəm. 8-ə bölürəm. Bu da mənə verir 2340, demək 2340 kilobayt. Yəni cavab C variantı. Demək, zaman 4 dəqiqəyə verilibdir. 4 dəqiqə, məlumat 4 dəqiqəyə ötürülübdür. Amma o məlumatı 2 yerə bölüblər.
birinci yarısında, yəni 2 dəqiqədə, 120 saniyədə 117 kilobit saat sürət, kilobit saniyə ilə hərəkət eləyib. İkinci yarısında, yəni 120 saniyədə də bu 117 kilobit saniyədən 3 dəfə daha az, yəni 39 kilobit saniyə ilə gedib. Ayrı-ayrılıqda demək nəyə tapdım? Həcmi tapdım. Bax, buradan bura da bir həcmdir. Buradan bura da bir həcmdir. Sonra da qayıtdım, onları topladım, ümumi həcm verdi mənə. Ümumi həcm də nədir? Məlumat ötürüldüyü həcm də 2340 kilobayt. 22-ci suala diqqət eləyirik indi. Deyir 258 səhifəlik 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsində 10 kilobaytlıq qrafik təsvir var. Demək, 258 səhifəlik sənəd var. Birinci və sonuncu səhifəsində 10 kilobaytlıq həcmində şəkil var. Onda 258 səhifənin 2 dənə səhifəsi nədir? Şəkildir. Qalan səhifələrində, yəni 256 səhifədən söhbət gedir. Qalan səhifələrində neçə səhifəsi qalıb? 258-inkisi şəkilə getdi, yerdə qaldı 256-sı. Deyir o qalan səhifələrində, o qalan səhifə 256-dır. Qalan səhifələrində hər birində 32 sətir, hər sətrində 16 simvol var. Sənədin ümumi həcmi 148 kilobaytdır. Bax, məndən əlifbanın gücünü soruşur. Əlifbanın gücü harda var? Hansı düsturumdadır? Mənim əlifba, mətn informasiyanın həcmini tapmaqdan ötürü əlifbanın gücündən istifadə edirdim də, düzdür? Bax, belə deyirəm. Mənim 258 dənə səhifəm var. 258 səhifəmin 2 dənəsi şəkildir, qrafikdir. Qalan 256 dənəsi mətndir. Düzdürmü? İndi nə deyir? Deyir 258 səhifəlik sənədimin birinci və sonuncu səhifəsində, yəni qrafik informasiyanın həcmindən söhbət gedir. Birinci və sonuncu, yəni 2 səhifəsində 10 kilobaytlıq həcmində şəkil var. 10 kilobayt. Bu mənə verir 20 kilobayt. Mənim 20 kilobayt nəyim var? Qrafik informasiyamın həcmi var. Mənim ümumi həcmim də sənədin ümumi həcmi. Bir sənədim var, içində həmi qrafik informasiya var, şəkil, həm də mətn var. Ümumi həcmi 148 kilobayt verib. Mən oradan şəkilimin həcmini çıxaram. Ümumi 148 kilobaytdan 20 kilobaytını çıxaram. Bu mənə nə verər? Demək, mənə verər 128 kilobayt. 128 kilobayt mənim nəyimə qalar? Mətn informasiyamın həcminə qalar. Düzdürmü? Mətn informasiyamın həcminə. İndi belə eləyərəm. Məndən nəyə soruşur? Əlifbanın gücün. Əlifbanın gücün böyük yeni. Mən i-ni tapmalıyam, 2-nin qüvvətinə qoymalıyam da, düzdürmü? Baxıram, 258 səhifəlik sənədin ikisi şəkildir, yerdə qalır 256-sı mətnə. Yazıram 256 vuraq. 32 sətir, 2 üstü 5 vuraq. Hər sətirdə 16 simvol, 2 üstü 4 vuraq. Demək, əlifbanın gücünü bilmirəm, i-bit. Bunu axtarıram. Bərabərdir 128 kilobayt. 2 üstü 7-dir 128. 2 üstü 13-ə vurub bitə çevirirəm. İndi baxıram. i-bit bərabərdir. 256-nın yerinə sizin icazənizlə elə 2 üstü 8 yazaram. i-bit bərabərdir 2 üstü 20, yəni 2 üstü 7-ni 2 üstü 13-ə vuranda. Bölürəm 2 üstü 8-ə, 2 üstü 5-ə və 2 üstü 4-ə. Bu mənə nəyə verir? 8-in üstünə 5 gələndə 13, 13-ün üstünə 4 gələndə 17. 2 üstü 20-ni 2 üstü 17-yə böləndə 2 üstü 3, yəni 8 dənə səhifə vermiş olur. Üzr istəyirəm. 8 verir. İyisini də tapdım nə? 8 bit. İndi məndən nəyə soruşur? Əlifbanın gücünü. Yəni böyük yeni soruşur. 2 üstü 8 də mənə nəyə verir? 256-nı vermiş olur. Yəni cavab A variantı 22-ci sualda. İndi 23-cü suala keçid alaq. Görək hardadır. 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsində yenə deyir 10 kilobaytlıq şəkil var. Birinci və sonuncu demək səhifəsində 10 kilobaytlıq şəkil var. Bax.
258 səhifəm var. 258 səhifəmin sonuncu və birinci səhifəsi 2 dənə səhifə eləyir də, düzdür. Orada qrafik informasiyamın həcmi var. Qalan 256 səhifəsində də mətn var. İndi baxaq. Deyir ki, 258 səhifəlik sənədin birinci və sonuncu səhifəsində demək 10 kilobaytlıq qrafik təsvir var. Yəni 2 dənə səhifəni 10 kilobayta vuranda bu mənim 20 kilobayt nəyim elədi? Şəklim elədi. Qalan səhifələrində mətin bərabərdir. Demək 256 səhifədir. 256 vuraq. 256 səhifə qalıb vuraq. Demək nə? 32 sətir, 32 vuraq. 16 simvol ASCII-də standartında kodlaşdırılıb vuraq 1 bayt. Düzdürmü? Bərabərdir. 256-nı 32-yə vururam. 16-ya vururam. Bir də demək 16-ya vururam. Bir də 1 bayta vururam. Bölürəm 1024-ə. 1024-ə. Demək bu mənə nəyə verir? Bu mənə verir 128 kilobayt. Bu belə. İndi məndən nəyə soruşur? Məndən ümumi sənədin həcmini soruşur. Yəni ümumi həcm nəyə bərabərdir? Mətnin həcmi 128 kilobaytın üzərinə şəklin həcmin gələm. 20 kilobayt gələm. Bu da mənə verir 148 kilobaytı. 148 kilobayt yəni A variantı 23-də. 24-cü suala keçid alırıq. Deyir ki, 5 sonki simvolu minimal əlifbada yazılmış məlumatın həcmi 1800 bitdir. 5 sonki simvolu minimal əlifba deyəndə mən deyirəm ki, mənim bir simvolum 9 bitdir. Yaxşı, bəs onda 1800 bitim neçə simvoldur? X bərabərdir. 1800-ü 9-a böləndə 200 simvol eləyir. Düzdür? İndi deyir ki, bu məlumat Unicode sistemində kodlaşdırılarsa neçə bayt eləyir? Mən bilirəm ki, bir simvolum Unicode-ya görə 2 baytdır. Yaxşı, onda tapdığım bu 200 simvolum neçə baytdır? Onda X də bərabərdir. 2-ni 200-ə vuranda 400 bayt eləyir. Yəni cavab nədir? B variantıdır 24-də. Sonra gəlirəm 25-ci suala. 257 səhifəli sənədin məlumatın demək tək səhifələrində bax 257 dənə səhifəm varsa mənim. Demək burada təklərdə var, cütlər var. Tək səhifələri 129-dur. Bax tək səhifələri. Bir də bunun cüt səhifələri var. 257-ni 2-yə böləndə 128 qalır. 128 cüt səhifədir. 129 dənəsi də tək səhifə olur. Tək səhifə olur. İndi burada nə deyir? Deyir ki, cüt səhifələrində 16 bayt həcmində qrafik təsvir var. 128-i vururam 16 bayta. Bu da mənə nəyə verir? Demək, 128-i 16 bayta vuranda 2048 bayt eləyir. Bu mənim şəklim. İndi qalan demək bu sənədin simvolları Unicode sistemində kodlaşdırılıb. 129 səhifədir. Unicode sistemində kodlaşdırdığına görə 2-yə vururam. Və 129-u 2-yə vururam. Bir də 10 dənə simvol var. Ona da vururam. Demək 129-u həm demək ona vururam, həm də 2-yə vururam. 129-u həm ona, həm də 2-yə vuranda bu da mənə verir 2580-i. 2580-i. İndi mənə nə deyir? Deyir ki, sənədin demək ümumi həcmini tapıram. 2580-in də üzərinə 2048 gələrəm. Bu da mənə nəyi verər? Verər 4628 baytı. 4628 bayt, yəni B variantı. Sonra keçirik 26-cı suala. Antivirus demək, antivirus proqramıdır Kaspersky. Ona görə 26-da cavab C variantıdır. 27-ci suala baxıram.
Deyir ki, informasiya təhlükəsizliyinə maneələr yaradan vasitələr hansılardır? Bax, krikerdir, sonra hakerdir, bir də reklam proqramlardır. 1, 3, 4 D variantı. Sonra 28-ci sual. FTP nədir? FTP dedik ki, faylların ötürülməsi üçün protokoldur. Baxın, FTP faylların ötürülməsi üçün protokol. 28-də C variantı. 29-cu suala nəzər yetiririk. Elektron poçta daxil olmaqdan ötürü mütləq tələb olunur. Nə istifadəçinin adı, bir də parolu. Ona görə də 29-da A variantıdır. Demək, elektron poçta daxil olmaqdan ötürü mütləq tələb olunur. Nə? İstifadəçi adı və parolu. Sonra 30-cu sual nəhayət. 30-cu sualda deyir ki, HTTP açıq yazılış forması necədir? Hypertext Transfer Protocol. Yəni 30-da da cavabımız nə oldu? C variantı olmuş oldu. Demək, uşaqlar, biz sizinlə demək, 3-cü sınağı bununla yekunlaşdırmış olduq. 3-cü sınağı yekunlaşdırmış olduq. Demək, gecəniz xeyrə qalsın. Növbəti sınaqların izahında görüşənədək.